sizinle fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinle fəxr edir. Və Ermənistan silahlı qüvvələri, Azərbaycan xüsusi təyinatların adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xov bugüne kadar çıxmır və çıxmayacaq. Əziz qonaqlarımız, valideynlər, müəllimlər, 7D sinifinin şagirdləri, hər birinizi salamlayıram. Bugün yenə vətən uğrunda canından qurban deyən, canından keçən, sizin bugünkü azad gününüzə görə anasını deyil, vətənini sevən, vətəninə ana deyən Rövlan balamızın anı günüdür. Biz Rövlan balamızı nə qədər varıq, nə qədər ağlımız başımızdadır, hər zaman anacağıq. Ona görə Ali Başkomandanın rəhbərliyi altında dəmir yumruğun parmaqlarından biri olan Rövlan balamız oldu. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən ulu öndərimiz olmaqla bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah ulu öndərimizə və bütün şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Məkanları cənnət olsun. Ələşin. Əziz balalar, yəqin ki, qonaqlarımızı tanıyırsınız. Çünki 7D sinif şagirdləri hər il bugünkü gün burada artıq neçə ildir ki, tədbir keçirdirlər. Çünki səbəb 7D sinifinin Rövlan Məmmədovun adını daşımasıdır. Sizin kimi vaxtıyla bizim İngilis dili müəlliməmiz Gülnarə müəllimə də Rövlanın sinif rəhbəri olur. Ona görə özünün xahişi ilə 5-ci sinifdə bunları qəbul edən zaman 5D sinifi Rövlan Məmmədovun adını daşıdır. Sinifinizdə onun rəsimləri, əl işləri hər gün yəqin ki, xatırlayırsınız və ruhuna hər gün salavat göndərsiniz. Əziz balalar, bu sizin vətəndaşlıq borcunuzdur. Bugünkü gündə Ali Başkomandanımıza, müzəffər ordumuzun bir parçası olan Rövlan balamıza, Rövlan qardaşımıza minnətdarıq. Qarabağla Azərbaycanı onlar bizə bəxş etdi. Qarabağda, Azərbaycanda azad yaşamağı onlar bizə bəxş etdi. Dünya arenasında qürurla dayanmağı onlar bizə bəxş etdi. Müəllimlərimizin, əsas da hərbi müəllimi İsmail müəllimin Rövlan haqqında xatirələri çoxdur. Çünki Rövlan həmişə hərbi seçib, sevib və 11-ci sinifi bitirəndən sonra xüsusi qüvvələrə özü yollanıb, özü seçib. Anası rəhmətli Solmaz xanıma deyil, vətəninə ana deyib. Əziz balamız, əziz qardaşımız, əziz Azərbaycan oğlu, igid balamız qarşında baş əyir. Səni bizə bəxş edən, Azərbaycanımıza bəxş edən valideyninin qarşısında baş əyir, əlindən öpürük. Balamız, Qurban qardaş bizə sənin yadigarındır. Rövlanı xatırlamaq istəyən, Rövlana öz borcunu ödəmək istəyən Qurban müəllimi yoxlasın. Onun bizə yadigarını qorusun, onun bayramlarını təbrik etsin, onun həl-ahvalını yoxlasın. Söz veririk, uşaqlar, söz veririk. Bəli. İcazənizlə, hörmətli tədbir iştirakçıları, əziz Rövlanımızın sinif yoldaşları, hər il gəlirlər, çox sağ olun, hər birinizə təşəkkür edirik. Öz qardaşlıq, dostluq borcunuzu yerinə yetirirsiniz. Gülnarə müəlliməyə çox sağ ol deyirəm, sağ olsun. Bir ikinci ana kimi hər il öz boynuna düşən öhdəliyi mən düşünməmişdən bir 10 gün öncə Gülnarə müəllimə yaxınlaşır deyir, bizim belə bir tədbirimiz var, biz balamızı anmalıyıq.
Hər birinizə təşəkkür edirəm. Qonaqlarımıza, məktəbimizə təşrif buyurduqlarına görə təşəkkür edirəm. Əcəb xanım, Qurban müəllim, sağ olun, var olun ki, gəlirsiniz, bizi yoxlayırsınız, bizim şagirdlərimizlə bir yerdə olursunuz, açıq dərslərimizi dinləyirsiniz, bayram günləri, zəfər günləri, anım günləri hər zaman bizimləsiniz. İndi vaxt məhdudiyyətinin azlığından biz şagirdlərimizə söz verək, onların ürəklərindən keçənləri dinləyək. Buyurun əziz balalar. Xoş gördük sizləri, hörmətli müəllimlər, Qurban ata və valideynlər. Bu gün biz yaşayaq deyə, qürurla baş edib gələcəyə addımlayaq deyə, öz canından keçmiş, igid, vətənpərvər övladımız, qardaşımız Rövlan Məmmədovun anım günüdür. Bugün bura toplanma səbəbimiz tamamilə vətən borcumuz, vicdan borcumuz, bizə ikinci bir həyat verən, insan qarşısında bəlkə də son borcumuz olan Rövlan Məmmədovun anım günüdür. Çox gənc, hələ 19 yaşındaykən arzularla, ümidlərindən bizlər üçün keçdi. Sırf biz anlatıb uzaq sür şahidində yaşayaq. O bəlkə də ailə həyatı quracaqdı, bəlkə övladları olacaqdı, sıravi bir işdə çalışacaqdı, acılı, şirinli bir həyatı başa vuracaqdı. Hər kəs bir gün dünyasını dəyişir. Heç bir səbəbdə yaşamır, ölüm hər kəsə aiddir. Amma şərəfli, ləyaqətli bir ölüm, bütün millətin göz yaşları, duaları, minnətdarlığı ilə igidcəsinə, qəhrəmancasına dünyasını dəyişmək hər kəsə nəsib olmaz. Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O vətənə məhəbbətdən, torpağa bağlılıqdan əmələ gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi, vətən müharibəsində qəhrəmanlığı, alın yağısı çənbər oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bugün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəl olan, ruhun önündə səzdə etdiyimiz şəhidlərdən biri də Rövlan Məmmədovdur. Rövlan Qurbanov Məmmədov Azərbaycan Silahlı Qüvvələrin əsgəri 2-ci Qarabağ müharibəsinin şəhididir. 2001-ci il mayın 24-də Bakıda anadan olmuşdur və Xətai rayonunda 194 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailədə və məktəbdə aldığı təhsil onun daha da vətənpərvər yurtda böyüməsinə və əsl Azərbaycan oğlu olmasına şərait yaratır. Təsadüfi deyil ki, Rövlan Məmmədovun atası Qurban Məmmədov da 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Qarabağ veteranın adasından daim müharibəyə, hərbi söhbətlər dinləmiş və vətənə, millətə olan bağlılığı ilə daim diqqət çəkmişdir. Hər zaman öz nümunəvi hərəkətləri ilə diqqəti cəlb edən Rövlan, əsgərlikdə ikən öz ilə döyüş gedən bölgələrlə yollanaraq rəşadətlə qəhrəmancasına döyüşmüşdür. 30 illik mühasirə altında olan torpaqlarımızın geri qaytarılması, dünyasını dəyişən oğullarımızın, gözü yaşlı qalan ana bacılarımızın, ata deyə ağlayan körpələrin intiqamını almaq, əsirlikdə olarkən erməni işgəncəsinə məruz qalan vətən övladlarının qisasını almaq həvəsi ilə bütün döyüşlərdə uğurla, əzmlə irəliləmişdir. Rövlan Məmmədov Füzuli, Cəbrayıl, Kəlbəcər döyüşlərində şücaətlə savaşmışdır. O Füzulini azad etdikdən sonra Cəbrayıl istiqamətindəki döyüşlərdə Vişqa adlı yerdə açıq döyüşdə yanında minaatan mərmisinin patlaması nəticəsində şəhid olmuşdur. Çoxdiyalım, 2020-ci ildə şəhidlik zirvəsinə uzalan şəhidimiz 1-ci Zabrat qəbristanlığında torpağa tapşırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şərəflə, şücaətlə, qəhrəmanlıqla və cəsarətlə döyüşən Rövlan Məmmədovu Respublikamızın prezidenti yüksək qiymətləndirmiş və ölümündən sonra şəhidimizi bir neçə medalla tərtib etmişdir. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Rövlan Məmmədov ölümündən sonra vətən uğruna medalı ilə tərtib edilmişdir. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyini və şücaətini nümayiş etdirdiyinə görə Füzuliyin azad olunmasına görə medalı. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına Kəlbəcərin azad olunmasına görə medali ilə tərtib edilmişdir. Torpaqlarımızın işğaldan azad olan zamanı bütün döyüş tapşırıqlarını tam yerinə yetirdiyinə görə, erməni qruplaşmasını məhv etdiyinə görə ölümündən sonra cəsur döyüşçü və bir neçə medalla tərtib olunmuşdur. Şimdi mən nə edim? Necə söz yazım? Misralar ot tutub, alışsın gərək. Elvalov yazılır, Mələk öz yazılır. Yazın bu məzarın yiyəsi kimi,
Kəsin bu həsrəti bir yolluq edir. Ya sənə çevrilim sən olum şəhid, ya da ki anana oğulluq edir. Yox, edə bilmirəm, layiq deyiləm, bu sənin məqamın, sənin çağındır. Qələbə sevinci, bala itkisi, bütün düşüncələr darmadağındır. Gör necə danışır gülür bu şəkil. Şəhidlər çevrilib vətən sirrinə. Bu məzar hamının məzarı çəkil. Biraz daha mən yatırım, səni yerim. Titrək əllərinlə alıb şəklini, ah çəkib ağlama şəhid anası, dizlərin üstə əyib belini, sellər tək çağlama şəhid anası. Baxırsan gəldiyi cığıra izə, buza otardığı çəmənə düzə, yaralı könlünü heyzə, dünyanı dağlama şəhid anası. Ruhu ildırımda şimşəklərdədir, Qarabağdan əsən küləklərdədir, həsrətli, ümidli ürəklərdədir, çox matəm saxlama şəhid anası. Nə deyim, nə yazım, gələnim donur, ilhamın dünyası odlanır yanır, sənin də zümründən yağılar sınır, qara şal bağlama şəhid anası. Allah əmr verir, həc ziyarətinə getmək üçün. Həcə gedib günahlarının bağışlanmasını diləmək, Allahın evinə qonaq olmaq bəlkə də nisbəti olmadı. Amma şəhidlik bilməsinə ucaldı. Bəs siz şəhid sözü arada gəlir bilirsinizmi? Mələklər şəhidin cənnət əhli olduğuna şahidi gedəcək üçün belə deyilmişdir. Onlar Allahın əmrində haqq uğrunda şəhidlik elədikləri və buna görə canlarından tiktiklərinə görə bu adı layiq görülmüş. Şəhidlərin zahirən dünyada imanla köçdüklərinə və ən gözəl şəkildə öldüklərinə şahidlik edildiyinə görə belə adlandırılmışdır. Uca Allah belə buyurur. Allah yolunda öldürülənləri, şəhid olanları heç də zənn etmə. Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında rusi, cənnət rusi, əta olur. Sənin bir balan, olmasan da qəhrəman, şah, kənəbədar adam. Sənin oğlun tapşırır, səni mənə yol aldı. Məhz onun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə görürsən, dağ boyda oğlun gedib, yenə də durursan. Ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Rövlan Məmmədov, Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2021-ci il tarixli sərəncamına əsasən ölümündən sonra Azərbaycan bayrağı ordumunda tərtib edildi. Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi neymətə, şəhidlik rütbəsinə sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış, şəhidlik sədətinə hələ nail olmamış kəslərin axirətdə heç bir qorxusu olmayacağını, onların qəm-qüssə görməyəcəklərinə görə şaddır. Onlar Allahdan gələn neymət və mərhəmətə və möminlərin mükafatını tuta çıxarmayacağına görə şaddır. Ey şəhid qardaşım, ruhun şad olsun. Uğruna can gedən torpaq azaddır. Yolun müqəddəsdir, yolun şərəfli, adın unudulmaz, yaddaşlardadır. Füzuli, Kəlbəcər döyüş yolları, Cəbrayildə bitər hər səyisi. Siz elə müqəddəs yolu seçdiniz, qüdrəti yetməyib vəsf etsin sözü. Ey şəhid qardaşım Rövlan Məmmədov, adını daşıyır bizim sinifimiz. Sənin keçdiyin yol bizə örnək, izin üstə düşür yəqin izimiz. Məktəb dəhlizində rəsmin asılır, sənə aid olan gözəl bir tablo. Sənin müəllimlərin dəstəyir mənə, səndən danışırlar fəxr, qürurla. Sən ana vətənin qoynunu seçdin, sən torpaq bağında gül kimi açdın. Sənsiz heç acısı, dərdi olduğunu, şəhid qollarını anana açdın. Bilirsən, evində olmuşam sənin, diqqətlə baxmışam hər bir əşyana. Səninlə ən əziz xatirələri bizimlə paylaşıb ağ saçlanan, adına bir bulaq inşa olundu. Önündən hər keçən rəhmət oxuyur, əlifba öyrənək körpə balalar, su içməzdən öncə ismin oxunur. Torpağa, orada şəhid nəfəsi var. Qan qarşı şofa çığa, sönmüş şəhid nəfəsi var. Qurban olub yavaş kəsin, o dağlarda, daşlarda. Qara çaldı, biləmədim, dağlar orada yarası var. Qurban olub ana torpaq, bəlk qucaqla sən balanı. Güllə dəymiş şəhidimi, evdə körpə balası var. Borc bildin özün də qisas almağı.
Anan tək sevmisən ana torpağı. Ucaltdığın göylərə uca bayrağı. Tarixdə yaşayan igiddir övlad. Xüsusi təyinat əskərisən sən. Biz sənə ürəkdən demişik əhsən. Əzildi qarşında yox oldu düşmən. Tarixdə yaşayan igiddir övlad. Şəhidlik zirvəsi şəhidin yeri. Şəhidlər ölməyib diridir diri. Bilirəm şəhidim sən igid biri. Tarixdə yaşayan igiddir övlad. Türkümüz dünyaya nəfəs almışıq. Düşmənlərlə zəfər salmışıq. Səninlə qisasın qardaş almışıq. Tarixdə yaşayan igiddir övlad. Biz Roman Məmmədov, ermənilərdən qisasımıza olan gözyaşlı anaların, bacıların, körpələrin qisasından olanları, biz bizə örnək olan vətənpərvərliyi öyrədən Rovanın şagirdləriyik. Biz Rovanın əmanətini qürurla daşıyacağımıza and etdik. Yaşa Azərbaycan, yaşa Qarabağ! Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycandır! Çox sağ olun əziz uşaqlar. Minnətdaram hər birinizə. Hər zaman Rövvanımızı yaşadın, şəhidlərimizi yaşadın. Bəli, Qarabağ Azərbaycandır şüarı prezidentimizin hansı ki sentyabrın 27-sində 2020-ci ildə xalqa müraciətində erməninin sözünə, deməli, erməni yadınızdadırsa dəfələrlə söhbətdə, debatlarda demişdi ki, Qarabağ ermənilərindir. Lakin prezidentimiz həmin gecə xalqa müraciət elədi. Əli silah tuta bilən, silah tuta bilməyən yaşlılar, cavanlar, qadınlar, kişilər hər biri prezidentimizin səsinə səs verdi. Həmin gündə bir şüar dedi. Qarabağ Azərbaycandır. Və bütün dillərdə dünyanın hansı nöqtəsində olursa olaq Qarabağ Azərbaycandır kəlməsini hər kəs bilir. Yəni ki, bütün dillərə əzbər olub. Siz də prezidentimizin davamçısı olmalısınız. Siz də Rövvanımızın davamçısı olmalısınız. Bu ilimizi prezidentimiz konstitusiya və suverenlik ili adlandırmışdır. Suverenliyimizi bilməlisiniz, qanunlarımızı bilməlisiniz, sərhədlərinizi tanımalısınız. Hər birimiz vətənə xidmət eləməliyik. Bu vətən torpağında yaşayırsa, ona xidmət etmək hər birimizin borcudur. Eyni zamanda şəhidlərimizin, yenə də təkrar edirəm, bizə əmanətlərini, onların valideynlərini göz bəbəyimiz kimi qorumalıyıq. Hər birinizə, əziz balalar, çox sağ olun deyirəm. Hər gün sinfinizdə rəsmə asalan Rövvanımızın ruhuna Fatihə göndərin, hər gün şəhidlərimizə dua oxuyun. Bu bizim vətəndaşlıq borcumuzdur. Tədbirimizin ikinci hissəsi 7D sinif şagirdləri Rövvan Məmmədovu adına olan bulağa ziyarət edəcəklər. Məktəbimizin müəllimləri isə Zabrat qəbristanlığına ziyarətə gedəcək. Torpağa, orada şəhid nəfəsi var. Qan qarışmış o balçılar, sönmüş şəhid nəfəsi var. Qurban olum yavaş kəsin. O dağlarda, o daşlarda, qara şanlı bir ananı, dağlar burada aləsi var. Qurban olum ana torpağı, kaç qucağında sən qalanı. Küllə dəymiş şəhidimin, evdə körpə balası var. Borc bildin özündən qisas almağı. Anan tək sevmisən ana torpağı. Ucaltdın göylərə uca bayrağı. Tarixdə yaşayan igiddir övlad. Xüsusi təyinat əskərisən sən. Biz sənə ürəkdən demişik əhsən. Əzildi qarşında yox oldu düşmən. Tarixdə yaşayan igiddir övlad. Şəhidlik zirvəsi şəhidin yeri. Şəhidlər ölməyib diridir diri. Bilirəm şəhidim sən igid biri. Tarixdə yaşayan igiddir övlad. Türküş biz Dünyaya nəfəs almışıq. Düşmənlərində zəfər salmışıq. Səninlə qisasın qardaş olmuşıq. Tarixdə yaşayan igiddir övlad. Biz Roman Məmmədov, ermənilərdən qisasımıza olan gözyaşlı anaların, bacıların, körpələrin qisasından Rövvanları. Biz bizə örnək olan vətənpərvərliyi öyrədən Rövvanın şagirdləriyik. Biz Rövvanın əmanətini qürurla daşıyacağımıza and etdik. Yaşa Azərbaycan! Yaşa!